Əli, bir saatdır sənə baxıram. Telefon əlindən düşmür. Bir qoy yerə, 5 dəqiqə atavala söhbət edəyək də. Ayta, bir dəqiqə gözlə, final turundayım, qutarır, birazdan danışarıq. O birazdan dedi gün, neçə gündür gəlmir oğlum. De görüm axırınız əvvəl, nə vaxt kitab oxumusan, hə? Ayta, bu telefon ilə kitab kimidir də. Video, dərs, oyun, dostlar, hamısı bunun içindədir. Hamısı bunun içindədir. Elə kitab da onu deyir. Əlvida oğlum, səni telefona uduzdum. Cavit müəllim, bilirsən vəziyyət necədir, mən bura niyə gəlmişəm? Əlinin dərsləri zəif idi. Dərsləri aşağıdan dərəcəsi. Və axşamlarda müşahidə eləmişəm, çox ekran qarşısında, telefon qarşısında olur. İstər televizor, istər telefon qarşısında. Həm gözləri ağrıyır, həm də başında da ağrılar var. Nə deyəcəyimi bilmirəm. Kamran bəy, telefon təkcə əlini yox, bir çox yeni etməni ələ alıb. Beyin inkişafı gecikir, diqqət dağılır, sosial bacarıqları sıfıra edir. Müəllim, belə çıxır ki, deməli mənim onda oğlum sosiallaşmır. Telefon qarşısında olan dialoqlar emojilərdən ibarətdir. Kamran bəy, göz kontaktı, real emosiyalar, empatiya bunlar unudulur. Əli, dünən axşam zəng etdim, cavab vermədin. Oyun idi yenə? Hə, oyun idi. Təzə bir dənə oyun çıxıb. Saat 3-ə qədər oynadım. Sabah da testi idi axı. O da yaddan çıxartmışam. Qardaş, sən oyunda udursan, həyatda uduzursan. Mən artıq öz həyatımı bölmüşəm. Günə 1 saat ekran, qalanı həyat. Bəzən istər-istəməz elə asılılıq yaranır ki, ondan əl çəkmək olmur. Oğlum, mən sənə qadağa qoymuram. Sadəcə, biraz balanslı ol. Sənə yaxşı bir təklifim var. Gəl, bu telefon məsələsini həll etmədən ötürü bir həftə sınaq edək. 1 saat gündə telefon, biraz televizora baxaq, kitab oxuyaq, sonra bir yerdə çıxaq gəzək. Necədir? Necə maraqlı olar? Amma mənim də sənə bir şərtim var. Buyur. Sən də mənə vaxt ayıracaqsan, bir yerdə gəzməyə çıxacaq. Əlbəttə, bildim ki, mənim təklifimi qəbul edəcəksən. Əgər bu səni telefondan uzaqlaşdıracaqsa, hətta mən sənə velosiped də alacağam. Allah, sevindim. Onda mən razıyam. Telefonu qoyacam qırağa, maksimum 1 saat. Əli, daha yorğun deyilsən, gözlərin yaman parıldayır. Hə, düzdür Murad. Real həyat oyundan daha maraqlıymış. Sadəcə o oyundakı pauza düyməsini tapmaq lazımdır. Elədir, evladlarım. Həyatda iyiliyi yoxdur, amma əlaqə gücüdür. Texnologiya düşman deyil, amma dost da deyil. Onu necə istifadə etdiyinizə görə formalaşır. Yeniyetmələrin həyat balansını qorumaq isə böyüklərin məsuliyyətindədir. Gəlin uşaqlarımızı telefondan uzaq tutaq.